Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, bugün paytaxt ərazisində vulkan püskürməsi hadisəsinin baş verməsi ilə bağlı məlumatlar var idi və biz son informasiyaları sizlə bölüşmək üçün elə sözü gedən əraziyə yollandıq. Bəli, hazırda olduğumuz yer Qaradağ rayonu Sahil qəsəbəsidir, hansı ki vulkan püskürməsi hadisəsi məhz həmin ərazidə qeydə alınıb. Elə kadrlardan gördüyünüz dağın yüksək hissəsində baş verib, palçıq vulkanının püskürməsi ilə bağlı informasiyalar var idi. Və sizin də qeyd elədiyiniz kimi məlumatı yayan Aidiyyatı Qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi idi. Sözü gedən qurumla əlaqə saxladıq, detallı şəkildə informasiyalar əldə eləməyə çalışdıq. Bildirildi ki, həmin qurumun əməkdaşları sözü gedən ərazidədirlər və müşahidələr aparırlar, nəticələrlə bağlı məlumatları araşdırırlar, hadisənin nəticələri araşdırılır deyə bildirildi və qurumdan son məlumat bu oldu ki, hazırda hələ ki əməkdaşlarla yenidən əlaqə yaratmaq mümkün deyil. Məhz nəzərə alaq ki, ərazi kifayət qədər dağlıq bir ərazidir. Ona görə son informasiyalar budur ki, hazırda əməkdaşlar ərazidən nəticələri araşdırırlar və müvafiq olaraq araşdırma işləri davam eləməkdədir. Digər bir açıqlama isə Fövqəladə Hallar Nazirliyindən gəldi. Həmin qurumla da biz əlaqə saxlamağa, əlaqə yaratmağa çalışdıq və bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin açıqlamasında, məlumatında bu məqama toxunuldu ki, Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri Səngəçal istiqamətində havaya qalxıb və ərazini müşahidə eləyib, kəşfiyyat işləri həyata keçirilib və nəticə olaraq bildirilib ki, həmin palçıq vulkanının püskürməsi zamanı alov qeydə alınmayıb və ona görə də yaşayış məntəqələri üçün hər hansı bir təhlükə yoxdur. Və bir məqamı da vurğulayaq ki, həmin hadisə sement zavodunun yaxınlığında qeydə alınıb. Məhz belə deyək, yaşayış məntəqələri əraziyə yaxın yerləşməsə də, belə deyək, sement zavoduna yaxın olsa belə, lakin həmin zavod üçün hər hansı bir təhlükə yoxdur. Çünki qeyd elədiyimiz kimi alov müşahidə olunmayıb və biz mümkün qədər əraziyə yaxınlaşmağa çalışdıq, lakin əraziyə qalxmağa bizə icazə verilmədi təhlükəsizlik səbəbi ilə və biz qurumlarla əlaqə yaratmağa çalışdıq, son məlumatları öyrəndik və mümkün qədər sizlə görüntüləri də, kadrları da paylaşmağa çalışdıq. Hələ ki bizdə olan son məlumatlar bu qədərdir. Gülşən, sözü yenidən sizə ötürürük.